Birdən beynim boşalır kimi olur. Başım fırlanmır, amma qəribə yüngüllük gəlir. Sanki huşumu itirəcəm, amma heç vaxt itirmirəm. Beynim dumanlanır, fikrimi toplaya bilmirəm. Ətraf real deyil kimi gəlir. Özümü özüm kimi hiss etmirəm. Güzgüyə baxıram, amma yad adam kimiyəm. Sanki hər şeyə arxadan baxırmışam kimi olur. Ürəyim normal döyünür, amma içimdə qorxu var. Sinəmdə sıxıntı var, amma ağrı deyil. İçimdə titrəmə var, amma kənardan bilinmir. İndi huşumu itirəcəm deyə qorxuram. Birdən nəzarəti itirərəm. İnsan içində olarkən daha pis oluram. Birdən pis bir şey olacaq hissi gəlir və sair kimi əlamətlər gizli panik atakın əlamətləridir. Klassik panik atakda güclü ürək döyünmə, tərləmə, titrəmə, boğulma hissi, ölüm qorxusu, ürəyin dayanacaq düşüncəsi, kömək çağırma olduğu halda gizli panik atakda bu hallar yaşanmır. Müalicəsi isə klassik panik atakla eynidir.